kosmosdan qonaq gəlir və bəlkə də bizə. 53 il əvvəl fəzaya göndərilən və yaddan çıxmış bir 500 kiloqram dəmir parçası Kosmos 482 nəhayət dünyaya qayıtmaq qərarına gəlib. Yəni 1971-ci ildən bəri fırlana yorulub deyib: bəsdir, mən daha gəlirəm geri. Təxmini eniş tarixi də bəllidir. 8-14 may. Düzü dəqiq günü hələ özü də bilmir. Təxmini düşə biləcəyi yerləri də müəyyən ediblər. Okeanlar, səhralar və sürpriz, Azərbaycan da bu ehtimallar arasındadır. Əgər bu günlərdə səmadan ulduz düşdü, arzu tut deyib sevinirsinizsə arzu tutmayın, qaçın. Qorxulu səslənsə də panikaya ehtiyac yoxdur, çünki bu peykin bir çox hissəsi atmosferdə yanacaq. Amma onlar da dəmir parçasıdır, inad eləyər, yerə çatar, heç olmasa boş çöllüyə düşər, kiminsə evinin damına yox. Qısası, səmada parlayan nəsə görsəz, arzu tutmağa tələsməyin. Fövqəladə Hallar Nazirliyinə xəbər verin. Nə ilənsə toqquşsa, bu nə idi belə deyib yanına getməyin. Olduğunuz yerdən uzaqlaşın. Ən vacibi, kameraları açın və çəkin. Hər gün belə hadisələrlə qarşılaşmırıq. Maraqlı videolar üçün kanalımıza abunə olub bizi izləməyi unutmayın.